Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə biserlərdən, qum muncuqlardan və xrustal muncuqlardan ibarət bota dekorunun hazırlanmasını paylaşacağım. Rəng seçiminin, yəni arxa fonun fərqi yoxdur. Mən qara keçə üzərində işləyəcəm. Əgər qara keçə üzərində işləyəcəksinizsə, sizə mütləqdir ki, ağ qələm lazım olacaq. Məktəbli ləvazimat satılan yerdən əldə edə bilərsiniz. Əgər əlinizdə ağ qələm yoxdursa, ağardıcı adi qaralamalarda istifadə olunan ağardıcıdan da istifadə edib ilk öncə kontur xəttlərinizi qeyd edə bilərsiniz. Xrustal muncuqları isə belə düzün formada əldə etmək olar. Hətta bəzi qum muncuqları da mən belə düzün formasında alıram ki, paket formasında və yaxud da çəki ilə satılmır bəzən. Sapların müxtəlif rəng tonları sizə lazım olacaq. Çünki biserlərdə özünə uyğun rəngdən istifadə elədikdə əl işiniz daha səliqəli görünəcək. Yəni tutaq ki, belə deyək, mavi biser üzərində ağ sap çox qabarıq nəzərə çarpır. Bilinməməsi üçün özünə uyğun tonda sap seçimi daha məqsədə uyğundur. Başladıqda ilk olaraq 2 biseri keçirdirik. Ondan sonra hər dəfə bir biser keçirdirik. Hardasa 1-2 mm irəli geri edib bu formada hörəcəyik. Yəni bir muncuğu keçirdikdən sonra sapı ondan 2 mm aralı keçirdib, daha sonra tam muncuğun içərisindən keçirdib yenə əlavə hörməyə başlayırıq. Sanki tam yanında etdikdə biserlərin yaxınlığı daha çox olacaq. Ona görə biraz aralı olmağı məsləhətdir ki, biserlər hörmə formasında görünsün. Baxın, bu formada hər dəfə belə deyək, o 2-3 milli də onu nəzərə alınır ki, biserin ortasından keçmək üçün. Baxın, bu formada kənar hissəni hörürük. Mən hətta ağ qələmlə izi də qeyd etdim ki, əyriliyi olmasın. Daha sonra isə bu formada uzun muncuqlarım var. Onlardan istifadə edib hörgünü davam eləyəcəm. Bu sadə tikilişdir, heç bir fərqli formadan istifadə olunmur. Daha sonra butanın mərkəzinə dekora uyğun, yəni mavi və yaxud da göy rəng tonlarında qaş və xrustal muncuqlardan istifadə eləyəcəm. İki formada xrustal muncuqdur, mavi rənglərdən də istifadə elədim. Bu böyük qaşları isə bu formada tikdim. Bunlar isə yapışma qaşlardır. Yəni məsləhət bilirəm ki, universal kleydən istifadə edin. Silikon kley bəzən qopa bilir. Daha sonra qaşların arasına da xrustal muncuqlar tikəcəm. İstəsəz adi formada özünüz bəzəyə bilərsiniz, yaxud başqa qaş yapışdıra bilərsiniz, tikə bilərsiniz. Xrustal muncuğun məndə bir neçə ölçüləri olduğuna görə böyük qaşların arasına nisbətən böyük ölçü xrustal muncuq, digərləri daha kiçik götürəcəm. Baxın, böyük ölçü budur. Orta ölçü adətən qolbaqlarda, pandoralarda bu ölçüdən istifadə olunur və bir də ən kiçik ölçüdür ki, belə dekorlarda daha çox lazım olur və muncuqları bərkitmək üçün sizə şəffaf muncuq lazım olacaq. Bunlar qum və yaxud da şüşə muncuqlardır. Çünki orta hissəni bərkitmək istəsəz iki formada mümkündür. Ya birbaşa sapla tikə bilərsiniz, yaxud da belə orta hissəyə kiçik muncuqla sabitləyə bilərsiniz. Fərqi yoxdur. Onu da deyim ki, kənar hissələrdəki açıq mavi xrustalların hörmə formasını sizə göstərəcəm. Bunun üçün 2 ədəddən bir hörürük. İndi qum muncuğu da eyni qayda ilə hörəcəyimə görə həmin hissəni göstərmədim ki, videomuz çox uzanmasın. İlk öncə sapımızı keçirdikdən sonra 2 muncuğu iynədən keçirdirik və keçə üzərində, fərqi yoxdur, nəyin üzərində işləyirsinizsə, əvvəlcə orta hissədən
parçanın digər üzünə keçirdib və 2 muncuğun ortasından çıxardırıq. Baxın bu formada və sonuncu muncuğun içindən keçirdirik. Daha sonra ipə yenə 2 muncuq əlavə eləyib tam muncuğun bitdiyi yerdə parçadan keçirdib, yenə orta hissədən çıxardacağıq, amma son 2 muncuğun orta hissəsindən. Bəzən bu dəmir qaşlara sap ilişə bilir. Baxın, yenə 2 muncuğun orta hissəsindən, son muncuqdan çıxardırıq. Bu formada davam eləyəcək. Yəni hər dəfə 2 muncuq keçirdib, muncuqların ümumi uzunluğunun bitdiyi yerdə iynəni parçanın digər üzünə keçirdirik və bu üzdən son 2 muncuğun ortasından çıxardıb axırıncı muncuğun içərisindən keçirdirik. Bu formada davam eləyirik və belə dəmir qaş yapışdırdım, fərqi yoxdur. Kənar hissədə yenə zövqünüzə uyğun rəngdə muncuq varsa hölə bilərsiniz və yaxud da bu qaş əvəzinə başqa rəng qaş da yapışdırmaq olar. Həsir iplərdən, bəzən hətta kəndirlərdən istifadə olunur. Onu da deyim ki, dəyərli izləyicilər, muncuqlar, qaşlar qabarıq olduğuna görə bəzən çərçivə, yəni bu taxta dik hissə çərçivədən aralı qala bilir. Narahat olmayın. Yəni ümumi olaraq görüntüsü bu formadadır ki, çünki qaşların həcmi var. Yəni bir var adi kağız şəkil qoyasınız çərçivəyə, bir də var belə qalın işlənmiş forma. Ona görə narahat olmayın. Çətinliklə bağlana bilir bəzən. Bu günlük bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək.